Salam dostlar, bugün biz Prosec'dən dərsimiz davam edəcəyik və gəlmişik proyekt açaq. Open Project Trading Open. Və bugünkü dərsimiz Ormantic tətbiq etmək olacaq. Və biz sizlə FBD dildən istifadə edəcəyik. Functional block diaqramdan. Və birinci gəlin link seçdi. Həmən pəncərədəyik və burada biz dostlar nə edirik? Burada deməli proqramın üstünə sağ düyməni basıb add program seçirik və burada function block diagram seçirik. Və gəlin bunun adını qoyaq. First program olsun. Program. Enter. Və dostlar, iki dəfə bunun üstünə basanda the project has been modified and must be saved before or yes düyməsini basırıq və bizdə artıq first proqramın edit menüsü açılır. Və burada nə edirik dostlar? Deməli biz birinci basırıq functional blockun üzərinə və burada da seçirik logic hissəsini. Və bizə belə bir menü açılacaq. Buradan OR əməliyyatını seçirik. Burada fikir verin ki, girişimiz olsun və OK düyməsini basırıq. Və indi biz dostlar seçirik. Mesela OR blokunun bir hissəsini. Tamam, seçildi və burada variable'a basırıq. Və burada input hissəsinə basırıq. Bir dəqiqə. Deməli dostlar, gəlin yeni eləyək bu əməliyyatı. Bir dəqiqə. Select variable və bunu gətiririk bura. Üzr istəyirəm dostlar, bir dəqiqə səhv elədik. Deməli biz belə etməliyik. Input'u seçirik, buradan variable seçirik və variable gətiririk bura. Burada biz seçəcəyik, deməli birinci discrete input seçəcəyik, bəli. Discrete input seçəcəyik və OK düyməsini basırıq. Burada artıq bizim discrete input əmələ gəldi. Burada V nəyi bildirir? Dostlar, bu value deməkdir. Yəni 0 yaxud da 1 olacaq. Eyni cür deməli ikinci variable əlavə edirik. Və burada artıq diğer ikini seçəcəyik. OK. Və indi isə dostlar, biz deməli sizlə output etməliyik. Outputda eyni cür select'i seçirik, output'u seçirik, output'da da variable və burada bizə lazım olacaq output olsun, bizə olsa bir demək, mən olsun da deyirəm. Olsun, status yox, elə ki olsun, OK düyməsini basırıq. Və indi bizdə nə qaldı? Bizdə qaldı bunları birləşdirmək. Ona görə seçirik buradan, deməli, draw links. Deməli, bir dəfə bura, bir dəfə burada belə deyil. Deməli, belə seçdik və bunu da çəkdik bura və buradan da output'u gətirdik bu hissəyə. Gəlin baxaq bunu belə düzəldə bilirik, yoxsa yox, biraz aşağı salsaq. Çəkdik, bu belə. Bu da belə. Aslında OR blokun etmək olur. Bəli, olur. Yəni, biraz böyüdək. Qaldıraq, biraz sərəgəli olsun.
Bunu da biraz kaldıraq. Belə və buranı biraz salaq aşağı. Belə. Və artıq dostlar bizim birinci proqram hazırdır. Gəlin bunu indi build edək. Build program. Save. Demək errorumuz yoxdur dostlar və artıq VGA editoru bağlaya bilərik. Və artıq bunu bağlaya bilərik. Gəlin bir dənə də save edək və bu DJI nə deməkdir? Dostlar, Digital Graph Editor səhv etmirəmsə. Və bağlayaq və gəlin bizim proyekti save edək yenidən. Save və növbəti dərsdə biz artıq çox güman ki simulyasiya edəcəyik. Çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza. Yeni dediyim kimi kimdə Pro Save yoxsa bizim Taskforce saytından müraciət edib virtual maşın ala bilər. Kimdə varsa bulursun, dərslər baxsın. Dərs xoşunuza gəldisə like edin və kanala abunə olmağı yaddan çıxarmayın. Çox sağ olun.